Zar doktor, travma nədir? Niyə bəzi insanlar xırda hadisələrə sərt reaksiya verir? Travma biz düşündüyümüzdən daha ağır bir haldır. Yəni burada psixotravma dedikdə insanın real ölüm təhlükəsinə üzbəüz və bu vəziyyətə düşərkən özünü aciz, çarəsiz hiss etməsi, heç nə eləyə bilməyəcəyi düşüncələrinin olması və öz ölümünü yaşamasıdır. Bu psixotravma izahını verir. Amma bəzi insanlar bunu digər stres hallarından, qıcıq hallarından səhv salırlar. Hər hansı bir imtahan qorxusundan, yaxud da ki, imtahandan kəsilmə stresi, yaxud da ki, digər bir hallardan, məsələn, ailədə kimləsə də bir mübahisə etməsi, dalaşmasını bir psixotravma kimi götürülür. Bu psixotravma deyil, hər hansı bir onunla əlaqəli bir stres, narahatçılıq, həyəcan yaşaya bilər, amma bu psixotravma alması demək deyil. Psixotravmaları insanlar harada daha çox yaşayırlar? Döyüşlər zamanı, avtomobil qəzasında çarəsiz vəziyyət düşdükdə, yaxud da ki, real ölüm anını yaşadığı zəlzələlərdə, batan gəmidə, yaxud da dənizdə, suda boğulduqda bu kimi hallarda yaşaya bilirlər.